istəyərdim Bəhram Əmir Əhmədyanın irəli sürdüyü tezisləri ki var. Əslində bir insan, mən onu yaxşı tanıyıram. Az öncə də sizə dedim. İnsan üçün ən dəyərli varlıqlardan biri də ona layla çalınan dilə olan münasibətdir. Onun dilinə olan münasibətini bilirəm, onun millətinə olan münasibətini bilirəm. Və bu yazılarda onun, belə deyək, düşündüklərinin kağız üzərinə çəkilmiş formasıdır. Əgər etiraz etməzsinizsə, birbaşa onun tezislərini cavablandıraq burada. Birbaşa sual deyib tezisdir. Yəni, insan öz əməllərinə, öz millətinə qarşı, dilinə qarşı, vətəninə qarşı mövqeyini bu şəkildə, bu argumentlərlə əsaslandırır ki, 1. Ərəblərin Orta Asiyaya hücumu zamanı biz Orta Asiyanın İran şəhərlərində dolaşan və, baxın, Orta Asiyanın İran şəhərlərində dolaşan və İran imperator saraylarında qul kimi xidmət edən türklərdən ibarət nizamsız, köçəri qruplar idi. Yəni, söhbət İslamın yaranışından sonra Ərəblərin Orta Asiya hücumlarından gedir. Nə qədər haqlıdır? Əvvəla icazə verin, bu tarix haqqında bir qısa da olsa məlumat verin. Ümumiyyətlə, tarix klassik şəkildə heç tarixi elmi kimi qəbul eləmir. Tarix qədər də siyasi konjunktürə məruz qalan ikinci bir elmi yoxdur, elmi sahəsi yoxdur. Məsələn, Sovet dövründə Azərbaycan tarixi bir cürə idi, Sovet hökuməti yıxılandan sonra Azərbaycan tarixini başqa cürə öyrənirik. Və yaxud da tutaq ki, biz bir xalq başqa bir xalqın təbiəçiliyində onun tarixi bir cürə yazılır, müstəqil olunsa bir cürə yazılır. Bizim tariximizlə bağlı 4 xalq, Ruslar, Ermənilər, Farslar, bir də Gürcülər. Ya tariximizi təhrif edirlər, ya tariximizi məhv ediblər, ya da tariximizi gizlədiblər. Bu da Azərbaycan türklərinin bu 4 xalqla çox ciddi siyasi maraqların toqquşması ilə bağlıdır. Bilirsiniz, Farslar bizi daha çox Cənubi Azərbaycan məsələsinə görə bizim tariximizi təhrif edir. Çünki Cənubi Azərbaycan İranı hər an parçalamaq təhdid edir. Ermənilər bizim torpaqlarımızda yaşadıqlarına görə, orada dövlət qurduqlarına görə çalışırlar ki, bizim tariximizi təhrif eləsinlər. Ruslar da vaxtı ilə Azərbaycanı parçalayıb Şimali Azərbaycanı öz ərazisində saxlamaq məqsədi ilə tariximizi təhrif edirlər. Gürcülər də vaxtı ilə Qacarların dövründə, Nadirin dövründə Gürcüstana hücum, oradakı Gürcü çarlarının satqınlığına görə, separatizmə görə cəzalandırması ilə bağlı. Məsələn, Şah Abbasın vaxtında Tiflis yandırıldı, Məhəmməd Qaca getdi, İraqlı gözlərini çıxartdı və s. və s. Bütün bunlara görə bu 4 xalqın tarixinə baxsa bizə münasibətdə həm bizim tariximiz təhrif olunur, da çalışırlar ki, özlərini bizim xalqdan üstün bir xalq kimi göstərilsin. Ermənilər də eyni siyasət aparır, Ruslar da eyni siyasət aparır, Farslar da eyni siyasət aparır. Amma Allah ki, artıq biz müstəqilliyi əldə etmişik. Azərbaycan türklərinin çox az bir hissəsi, təxminən 4də 5də bir hissəsini təşkil edir. Amma Azərbaycan türkləri qeyri-adi dərəcədə intellektual imkanlara malik olduğuna görə Azərbaycan bu bir hissəsi bütün Azərbaycan tarixini, Azərbaycan mədəniyyəti, Azərbaycan incəsənəti qorumağa, inkişaf elətdirməyə, təbliğ etməyə kifayət qədər gücü çatır. Bugün bizim müstəqil dövlətimizin də əsas istiqamətlərindən biridir. Descartes-in bir məşhur sözü var, deyir, tarix tabut kimidir, onu hansı divara istəyirsən qoy. Yəni, bu nə deməkdir? Tarixi hadisələrə baxır, sən kimsən? Hansı aspektdən məsələyə yanaşsın, məqsədin nədir? Ona görə də eyni bir tarixi hadisəni siz bir xalqın bir böyük nailiyyəti kimi qiymətləndirə bilərsiniz və yaxud da bir xalqı tutaq ki, kiçildə bilərsiniz. Əslində, baxsan, Farslarla bizim aramızdakı mübarizənin, həm ideoloji, həm siyasi, həm də mübarizənin tarixi çox qədimdir. Bu gedir, çıxır Herodotun dövrünə, eramızdan əvvəlki dövrlə. Farsların da özlərinin böyük bir xalq olması, mədəni xalq olması, əksinə baxsan, Farsların özü ilə bağlıdır. Bunu da Yunan mənbələrində, Herodotun, Strabonun əsərlərində bu Yunanlarla, deməli, Farslar arasındakı müharibələr və s. bununla əlaqədar Farslar belə deyək, tarixə düşüb. Əvvəla, Herodotun əsərində Fars deyilən bir millətin adı gedir, Pars gedir, bir də Parsiya gedir. Belə hesab edirlər ki, Parsiya güya İrandır,
Parsda, amma İran sözü Herodotun kitabında bir kəlmədə işlənmir. Əgər söhbət bugünkü İrandan gəlsə, bunun parsi adəti yoxdur. İkincisi, biz Herodotun əsərində əgər tarixi, coğrafiyaya baxırıq ki, bu Pars hökuməti indiki İraqın ərazisində olan, İraqın Suriyanın ərazisində olan bir dövlətdir. Yəni daha çox sürüşübdür indiki İraq və Suriya ərazisində olur. Çünki niyə? Çox qısa bir müddətdə Misirə gəlib işğal edib qayıdıb gəlirmişlər. İrandan Misirə getmək aylar, illər çəkər, amma tutaq ki, Suriyadan Misirə getmək daha az vaxt çəkər. Sonradan bu deməli müasir farslar həmin Pars tarixini və həmin Parsiyanı İran tarixi və farsların tarixi kimi təqdim ediblər. Halbuki farsların yaşadığı deməli ərazi ilə Pars arasında indiki farsların arasında çox ciddi bir fərqliliklər var. Yəni tarixi mənimsəyiblər, bir növ Parsiya tarixini mənimsəyiblər. Bu məsələnin birinci tərəfi. İndi biz ikinci tərəfə, əgər biz Herodotun əsərinə baxsaq, bu Herodotun həmin kitabıdır. Bu 9 kitabdan var. Bu kitab deməli Yunanlarla Parsların arasındakı deməli müharibədən gedir. Onu deyim ki, hətta yeni dövrdə deməli Hegel tarixin fəlsəfəsi əsərində tarixi iki yerə bölür. Roma tarixi, Persiya tarixi. Persiya tarixinə Hindistan, Yaponiya, Çin, Asiya və s. Rusiya tarixini əlavə edir, aid edir. Yəni Persiya deyəndə dünya iki yerə bölür. Öz arada bu da antik dövrdən gəlmə bir bölgüdür. Roma tarixi bütün Avropa, Amerikanın tarixi də Roma tarixi kimi gedir. Kimcədırmı? Yəni tarix iki yerə bölünür. Roma tarixi, Persiya tarixi. Ona görə də bu Persiya tarixi deyəndə bunu farsların tarixinə bərabərləşdirmək siyasi cəhətdən savadsızlıqdır. Bu Herodotun bu əsərində biz baş verən hadisələri dəqiq izləyə bilərik. Bu 9 kitabdan ibarətdir. Deməli, buradan görsənən budur ki, əvvəlcə bu bölgədə Herodot 6-8 xalqın adını çəkir. Ərəblər, Hindlilər, Farslar, Parslar, Midyalılar, bakteriyalar və digər iki xalqın adını çəkir. Deməli, eramızdan əvvəl söhbət 3-4 min il bundan qabaqdan gedir. Əgər biz diqqət edəsək, baxacaq ki, ərəblər öz ərazilərində yaşayırlar, farslar öz ərazilərində, hindlilər öz ərazilərində, bakterilər öz ərazilərində. Bir də qalır bu Midiya. Midiyalılar kimdir? Farslar onlara lazım olan deyirlər ki, Midiya Fars hökumətidir. Onlara lazım olmayan da Persiya sahibçi. Halbuki Herodot göstərir ki, birinci növbədə Herodotun birinci kitabında Midiyalılarla Farsların müharibəsindən söhbət gedir. Əgər Midiya doğrudan da Fars hökuməti olsa, niyə müharibə aparırlar ki? Bəs bu Midiyalılar kimdir? Əsas məsələ budur. Burada Herodotun kitabında bir maraqlı bir məsələ var. Xalqların bəzən xalqların adını işlədir. Bəzən hökmdarların, sülalənin adını işlədir. Bəzən isə yerin adını işlədir. Məsələn, tutaq ki, İran deyə bilir. Bəzi yerdə İran deyir. Bəzi xalqları Fars. Tutaq ki, Farsın tarixi. Bəzi İranda, bəzən də tutaq ki, Daraq sülaləsi. Məsələn, Əhmənilərin sülaləsinin tarixi. Ona görə də Herodotun kitabında çox çətin bir qarma-qarışıqlıq var. Hətta bəzi yerdə bir adamın vəzifəsindən onun adını vəzifəsi kimi verir. Biz burada həm Midiyalar haqqında, həm də haqqında çox ciddi deməli şeylərə rast gəlirik, məlumatlara rast gəlirik. Bu məlumatların deməli ən maraqlısı, mən istəyirəm ki, bu farslarla müqayisə eləyək. Deməli, Midiya hökmdarının adı Astiaqdır. Bəli. Burada sözlər hamısı Yunan ləhcəsinə uyğunlaşdırılıb, Yunan transkripsiyasına uyğunlaşdırılıb. Məsələn, Tomiris. Tomiris nə deməkdir? Massagetlərin hökmdarıdır, qadın hökmdarıdır. İz Yunan dilində qadınları bildirmək üçün cins şəkilçisidir. Us kişi şəkil. Məsələn, Markus. Onlar kişiyə Markus deyirlər. Markis deyirlər, demək o qadındır. Tomiris də qadın bildirən o iz şəkilçisi. Biz əgər Yunan dilindən təzədən qaytarsaq ki, bu Tomiris kimdir, hansı millətin adı, kimin, hansı dildədir? İsa atırıq, sözün kökü var Tomir. Tomir sözü həm də Yunanlarda ə, ö yoxdur. Ona görə də əyi, öyü onlar o və əylə əvəzləyirlər. Nə olur? Ə qoysaq yerinə olur təmir. Təmir nə demək? Türk dilində dəmir. Biz dəmir deyirik, Orta Asiyada təmir deyir. Temir, dəmir. Yəni bu qadının adı dəmir olub. Bu da onu Yunan dilində Tomiris kimi verir.
Hətta bunların geyimləri, istifadə edə silahlar hamısı dəmirdən olduğunda bir də sübut edici söhbət bundan gedir. Yəni biz görürük ki, antik dövrdə bu massagetlərin başçısı Dəmir adında bir qadın olur. Dəmir də türk sözdür, farsda deyə bilməz, bu bizim sözümüzdür. Və ya da götürək Midiya çarı Astiaqdan və onun sərkərdəsi Arpaqdan. Əksinə baxsan yenə də olmadığına görə Herodot bunları A kimi yazıb. Onda siz onu Ərpaq kimi qoymalısınız. Bunu da bəli, Əstiyaq kimi qoymalısınız. Ərbaq nə deməkdir? Bağ sözü türklərdə bağlamaq elə biz indi deyirik, bağlama. Yəni bir birliyin, təşkilata bağ deyirdilər. Ərbaq da bağın başçısı deməkdir. Ər sözü başçı, rəhbər deməkdir. Sonraki şeydən də biz görürük ki, bu ərbaq sərkərdə olub. Yəni qoşun başçısı olub. Bu bağ orada, həmin qoşunu bir yerə yığın, onun başçısı. Bu da xalis türk sözüdür. Astiyaq sözünün özü də əksinə baxsan, əstay bağdır. Əstay, tay bizim Azərbaycan dilində bu gün də işləyir, bir şeyin bərabəri deməkdir. Az, böyük, nəhəng deməkdir. Bağda birlik deməkdir. Nəhəng bir birliyin tutaq ki, başında duran adam mənasındadır. Əksinə burada o onun şəxsin adı deyil. Və bu Astiyağın uzun müddət farslar Midiyalıların tabiçiliyində olublar. Əgər bunlar da farslısa, burada Herodot yazmazdı ki, Midiyalılar farsları ağalıq edirdilər. Əksinə yazardılar ki, çox farsdır. Bu maraqlı məsələ burasındadır ki, bunlar həm tutaq ki, Midiyaya sahib çıxmaq istəyir farslar. Həm də eyni zamanda tutaq ki, Əhmənilər sülaləsindən sahib çıxmaq. Onda da bir maraqlı sual olur. Farslar özlərinə müharibə aparırdı. Məsələn, massagetlər ya farsdırsa, Midiyalılar farsdırsa, onda özləri ilə müharibə aparırdı. Məsələ burasındadır ki, Midiyadır, bu Maddır, Madaydır, Muğdur. Bunlar hamısı türk. Məsələn, bizdə Muğan çölü var. Hansı ki, bir Muğ gedib orada deməli farsları alladıbdır, bütün fars hakimiyyətinin əlinə alınıbdır. Sonra Dara və 7 yoldaşı gəlib onu öldürüblər, təzədən orada fars hakimiyyətini bərpa ediblər. Ondan da sonra Midiyalarla vuruşublar. Midiyaların da farslara təslim olması səbəbi Arpaqla Astiyaq arasındakı oğlunu öldürdüyünə ki, o bir şey olubdur. Çox maraqlıdır ki, fars çarlarının, Daranın anası da, nənəsi də Midiyalı olub. Əksinə baxsan, bu Midiya deyil, Madaydır. Madayların ölkəsidir. Bu qədim türk tayfalarıdır. Buna proto-türk də deyə bilərsiniz. İkincisi, mən istəyirəm burada türk məsələsini sizə deyim. Türk sözü özü, deməli, bizim eradan əvvəl elam yazılanda, akkad yazılanda gedir. Biz kimik? Bax, bu Azərbaycan türkləri kimdir? Azəridirlərmi? Və yaxud da farslaşmış deyirləri, türkləşmiş farslardırmı? Hər bir xalqın adlanmasının iki dənə yolu var. Biri var, xalq özünü adlandırır, biri var, qonşu xalqlar onu adlandırır. Məsələn, Almanlar özlərini Deutschland deyirlər. Doğru. Ruslar onlara German deyir, biz Alman deyirik. Yəni, əslində baxsa, 3 dənə adları var. Amma çox maraqlıdır ki, bizim ətrafımızda yaşayan bütün xalqlar, Ruslar da, Ermənilər də, Gürcülər də, Farslar da, Ərəblər də bizə türk deyir. Bu, Talış qardaşlarım trik deyir. Qədim mənbələrdə türk deyir. Bu müxtəri, məsələn, Ruslar nədir? Turuk. Turuk, türk. Yəni, bu türk sözü, müasir bizim dilimizdə işlədiyimiz türk sözü ən müxtəlif fleksiyalarda işləndiyinə görə çox adam bu sözü türk sözü kimi istəyir, qəbul eləməz. Amma bir mənbə deyil də çoxlu mənbələr var. Və biz harada yaşamışıq? Əsas məsələ budur. Bu türklər, dedim sizə, əgər bizlə bir xalq qonşu deyilsə, o bizim haqqımızda məlumata malik ola bilmir. Amma qədim elam yazılarında, akkad yazılarında türk sözü keçir. Bu demək ki, türklər bunların məlumatları olub ki, Türkiyədə bir xalq var. Şumerlə bilirsiniz də, ən böyük dünyanın qədim bir xalqıdır, mədəni xalqdır. Şumer dilində yüzlərlə bugünkü bizim işlətdiyimiz türk sözləri var. Buradan iki nəticə çıxır. Ya Şumerlər türkdür, ya da Şumerlərlə türklər qonşu yaşayıb. Biz tarixə baxsaq, Midiya ilə Şumerlər demək ki, qonşu xalqlar olur. Bu da onu göstərir ki, ikinci faktor da dil faktoru. Və bir xalq, o bizi xalqdan mədəni olanda, o mədəni xalqın dili, mədəniyyəti aşağı mədəniyyəti xalqa gedir. Şumerlərdən bizə söz keçmir, amma bizdən Şumerlərə söz keçir. Üçüncü bir faktor, Şumerlərin ən böyük tayfalarından biri Şumerdə yaşayan tayfaların bir Kəngərli tayfasıdır. Hansı ki, indi İran körfəzi, Kəngərli körfəzi, İranlılar görür onu İran körfəzi, ya Fars körfəzi deyirlər. Tarixdə o Kəngərli körfəzi kimi tanınır.
Bugün Naxçıvan Muxtar Respublikasının ərazisində Kəngərli kətləri var, Kəngərli tayfaları var, Kəngərli familiyası var. Yəni Kəngərlilər faktiki olaraq bu günə qədər yaşayıblar və bunlar Azərbaycan türklərinin bir hissədir. Yəni Kəngərli tayfasında bir türk tayfası olduğu məlumdur. Çünki o bu dəqiqədə bizdə yaşayır. Bunların iddialarının biri güya bizim türklərin Azəri olmasıdır. Biz Azəri deyildik. Azərbaycan sözü uzun illər işlənə bugünkü formasıdır. Bu sözün əsl variantı Azbayqandır. Kurgan sözündəki qan sözü var, kurgan. Əslində o kurgan da, o görqandır. Yəni gör evi. Qan, yer, məkan bildirən bir şəkilcidir. Türklər bunu, qədim türklər işlədiblər. Azərbaycan sözündə bu Azərbayqandır. Sonradan bu cana çevrilir, işlənə dilə yatsın deyə, elə olur. Az, böyük, nəhayət deməkdir. Bağda bayaqdır Azərbayqan, bağda dediyim ki, birlik, təşkilat və böyük birlik təşkilatının yeri. Belə bir Azərbaycan sözündə mənası budur. Və burada Azər sözü ilə Azəri sözünün heç bir əlaqəsi. Məsələn, Qazaxlar bizə Azər-Türk deyirlər. Azəri-Türk demirlər. Azər-Türk. Sözün bizim Azərbaycan sözündə də Azəri sözü yoxdur. Sözün kökü Azərdir. Azərbaycandır. Azərbaycan demirik ki bu. Doğru. Farslar bunu düşünülmüş şəkildə oxşasın deyə, hətta Quran-ı Kərimdə İbrahim Peyğəmbərin atasının adı Azərdir. Ona görə belə bir elmi fikir var ki, əslində İbrahim Peyğəmbər Azərbaycan türküdür. Azər sözü də bu Azərbaycandan olduğuna görə Quranda adı Azər kimi gedir. Onun atasının. Və bizim dini inanclarımızla Azərin dini inancları, İbrahim Peyğəmbər atasının dini inancları və bugün türk xalqlarında az da olsa qalan bəzi adətlərə göstərir ki, eynidir. Qədim massaqetlərində və medialarında əsas sitaş elədiyi obyekt günəş olub. Günəş. Bugün də Azərbaycanda bizdə at var, gün haqqı, nə bilim nə haqqı. Tanrıçılığın özündə, türk tanrıçılığında da bir dənə obraz olub, günəş tanrısı. Bu da sübut eləyir. Yəni, və yaxud da məsələn, iddia edirlər ki, köçəri, nə bilim nə. Əslində, baxsan, burada, məsələn, Naxçıvan Muxtar Respublikası, nasıl ki, Herodotun yazdığı ki, massagitlərin ərazisi olur. Bunun faslara heç bir aidiyyatı yoxdur və Tomiriz fasları məhv edir. Naxçıvanda 20 metr torpağın altında eramızdan əvvəl 4-cü əsrə aid Kür-Araz mədəniyyətinə məxsus yaşayış yeri aşkar olunub. 4 mədəni qatdır. O 4 mədəni qatın hər biri 2000 il bir-birindən fərqli. 4 mədəni qatın 4-ündə tapılan maddi mədəniyyət nümunələri hamısı bir-biri ilə əlaqəlidir. Yəni, həmin mədəniyyət nümunələrinin bir-birinə əlaqəsi var. Əgər bir xalq köçəridirsə, 4000 il bundan qabaq 20 metr yerin dərinliyində bir şəhər sala bilməz. Yəni, şəhəri yerin dərinliyində sala bilməz. O qədər zaman keçib ki, torpaq örtüb, bir də şəhər düşüb, bir də belə, yəni, mədəniyyət bu deməkdir. Eləcə də dünya tarixində Kür-Araz mədəniyyəti deyilən bir mədəniyyət var ki, bunun da tarixi eramızdan əvvəl 4-cü əsrə gedir. Bugün Azərbaycan ərazisində, necə ki, Farslar Herodotun dediyi kimi öz ərazisində ya adı çəkilən tayfalar deyirəm. Ərəblər olduğu kimi öz tayfasında, öz ərazisində yaşayır, bakteriyalar yaşayır, hamı Hindlilər öz ərazisində yaşayır. Biz də deməli Midiyalıların da ərazisində Midiyalılar yaşayır. Bugün kimdir burada yaşayan? Midiya və massaqetlərin ərazisində yaşayan kimdir? Azərbaycan türklər. Bu deməkdir ki, retrospektiv baxanda, necə ki Farslar deyir ki, biz Parsıq, necə ki, tutaq ki, məsələn, biz də qədim dövrdə massaqet Maday olmuşuq. Tayfaların adı Maday, yəni xalqın adı Maday və massaqet olub. Rəhbərlərin adından oradakı, və yaxud da, məsələn, burada başqa bir sərkərdənin adı var. Məsələn, o sərkərdənin adının özü də bugün hətta bizdə 1000 ildən sonra Orta Asiya türklər dilinə işlənir. Burada anlaşılmayan nədir və tarixçilikdə bu şey aydınlıq edir. Yeganə türk xalqları arasında Azərbaycan türkləridir ki, ta qədimdən özlərini türk adlandırırlar. Qonşu xalqlar da bunu türk adlandırır. Bizim məsələn Azərbaycan Ləzgilər, Talışlar, Kürdlər bizə türk deyir. Müxtəlif fleksiya uyğun, məsələn, Talışda tırıq deyil, Ləzgilər, biraz türk sözün biraz deformasyon, amma hamısı bizə türk deyil. Bir də var, Özbəklər, Qazaxlar, burada da
yenə də tarixin üzərində Rusların başqa xalqla apardığı əməliyyat nəticəsində bu türk sözü buradan çıxarılırdı. 36-cı ilə qədər əksinə baxsa Orta Asiya deyilən şey yoxdur. Bu dövlətlərin hamısı Şərqi Qərbi Türkistan adlandırıldı. Urmiya isə Şərqi Türkistan adlanır. Yəni türklərin yaşadığı ərazi iki yerə bölünürdü. Qərbi Türkistan, Şərqi Türkistan. Herodot deyir ki, Hindistandan o tərəfə boz bir çöllükdür insan. Halbuki Herodotun vaxtında Çin vardı. Çində də 5000 illik Xan imperiyası vardı. Xan imperiyasını kim yaradıb? Və Xan sözü dünyanın hansı xalqın dilindədir? Xan imperiyasını yaradan Kitabəylərdir. Kitabəylər qədim türk tayfasıdır. Bugün Azərbaycanda Gədəbəy deyilən ərazi ki var, o Kitabəydir. Ruslar onu Gədə kimi veribdir. Çünki məntiqdən Gədəbəy ola bilməz axı. Həmin Kitayın ikinci adı ki var, Çin və ikinci adı Çin, oradakı deməli Çin sülaləsinin adından götürür, nə bilim nə. Amma bu Kitay həmin Kitabəylərin yaratdığı... Ruslar ona istinad edibdir. Bəli, bəli. Yəni, Kitay türkçə adıdır. O ərazinin yaranmış Türk imperiyasının adıdır. Çin isə sonradan türklərə qalib gələn qeyri-türklərin o əraziyə qoyduğu adıdır. Deməli, Herodotun vaxtında orada 5000 illik bir imperiya olub. Və imperiyanın başında duran xan olub. Çingiz xan, tutaq ki, məsələn, burada titullarından da bilinir, mədəniyyətindən də bilinir və bugün də Uyğurlar orada yaşayırlar. Digər maraqlı bir məsələ nədir? Bugün Uyğuristanda bir çox şəhər və kənd adları var ki, onlar Cənubi Azərbaycanda və Naxçıvanda olduğu kimi, məsələn, Qaraçuxur. Uyğuristanda şəhərdir, bizdə də böyük bir kənddir. Və yaxud da yaycı, və yaxud da nə bilim. Yəni, əgər biz görsək Uyğuristandan bu tərəfə, məsələn, Ərmən deyirik biz, Ərmən, Herodotda da Ərmən gedir. İndiki Ermənistan. Qazaxıstan arasında yüzlərlə Ərmən adında dağ var, çay var, göl var, düzənlik var. Yəni, bu onu göstərir ki, bu ərazilərin hamısı eyni vaxtda türklər tərəfindən məskunlaşdırıldı. O ki, qaldı köçərlik məsələsinə. İki cürə köçər var. Bir var çıqanlar kimi, öz vətəni yoxdur, buradan ora, oradan ora gedir. Bir də var bizim bugün Azərbaycanlıların həyat tərzində olan köçər. O nə deməkdir? Dağ aran biz deyərik. Dağ aran eləmək. Məsələn, Şirvanşahların yay paytaxtı Şamaxıdır, qış paytaxtı Bakıdır. Qarabağ xanının qış paytaxtı Ağdamdır, yay paytaxtı əvvəl olub Şuşa, sonra Xankəndi, sonra olub Şuşa. Eləcə də məsələn Naxçıvanda artıq dağ elədiyimiz yaylıqda şəhər salınmayıb. Çünki niyə? Naxçıvanda bir neçə dağa gedib, o vaxt Naxçıvan xanlığı Şahbuz dağlarına gedib və yaxud da Qərbi Azərbaycanda dağlar var ki, yaylaq deyirik. Ona görə şəhər, amma daimi ki, bir dağ aran ediblər, hər iki yerdə şəhər salıblar. Yəni, Azərbaycanlıların bu köçəriyə, ərəblər də bizim kimidir. Ərəblər məsələn yayda səriyə gedirlər. Sərinlik olsun deyə səriyə. Bizdə də hava isti olanda aran yerində olan xalq köçürdü yaylağa. Yəni, həm müəyyən bir dövrdə yaylaqda yaşayırdı. O yerdə ki, yaylaqdır, daimi yaylağı da orada şəhər salırdılar. Məsələn, dediyim ki, Xankəndi, Şuşa kimi. O yerdə ki, mütəmadi o yaylağı dəyişdirdi, orada şəhər salmağa ehtiyac yoxdur. Bu bir elat mədəniyyətidir də. Ayso, tərəkəmə elan mədəniyyəti kimi.